İndi isə sözü ilin ən yaxşı işçisi mükafatına layiq görülmüş Səbinə Məmmədovaya veririk. Alqışlarınızla. Salam. Bu mükafata layiq tərtib olunduğum üçün təşəkkür edirəm sizə. Ümid edirəm ki, daha yaxşı mükafatlar qazanırıq. Alqışlayaq Səbinə xanımı. Çox sağ olun Səbinə xanım. Təşəkkür edirik. Yəqin ki, bu mənzərə sizə də tanış gəldi. Çoxumuz səhnədə danışanda Səbinə xanım kimi oluruq. Təbii ki, dərslərimizə qoşulmazdan əvvəl. Gəlin görək, Səbinə xanım bizim nitq dərslərimizə qoşulsaydı necə çıxış eləyərdi? Bayaqki çıxışı edilməmiş sayaq və başa qaydaq. Əziz dostlar, hər birinizi salamlayıram. Bugün burada olduğum üçün yaşadığım sevinci təsəvvür eləyə bilməzsiniz. İl boyu çox çalışıb, əziyyətimin qarşılığını görmək məni çox xoşbəxt elədi. Əməyimi dəyərləndirən rəhbərliyə sonsuz təşəkkürümü bildirirəm. Özümə və mənlə çiyin-çiyinə çalışan bütün həmkarlarıma daha böyük uğurlara yüksəlməyi diləyirəm. Sağ olun. Əziz dostlar, fərqi gördünüz. Təbii ki, nəticə sizdə də bu qədər gözəl ola bilər. Əgər siz də səlis nitqə sahib olub, bağlı qapıları açmaq istəyirsinizsə, vaxt itirmədən Diksiya Akademiyasına müraciət edin. Səhnələri fəth eləmək istəyən hər insanın yolu məhz Diksiya Akademiyasından keçir. Unutmayın ki, nitqimiz tərzimizdir.